Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Qida Təhlükəsizliyi İnstitutunda olublar. Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Məmməd Rəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi agentliyin əsas prioritet istiqamətlərindən biridir. İnstitutun idarə heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalar çərçivəsində Qarabağ Futbol Klubunun futbolçuları da fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər. Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan analiz və tədqiqat prosesləri barədə məlumat əldə ediblər. Qurban Qurbanov vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Biz qida təhlükəsizliyi yaranan gündən demək olar ki, biz əməkdaşlıq eləyirik. Biz Qarabağ klubu ilə və bizim ümumiyyətcə bilirsiniz, idmançının sağlamlığı çox önəmlidir və onun sağlam qidaya çox ehtiyacı var və biz cənab sədrlə ilə biz söhbətlərimizdə həmişə deyirdik ki, bizim komandanın, futbolçularının yeməyi sağlam olmalıdır. Çünki onların bərpası üçün fiziki gücdən sonra çox vacib olan sağlam qida. Və ümumən belə bizim hətta diyetoloqumuz elə bu qurumun əməkdaşıdır. Və belə mən təşəkkür eləmək istəyirəm. Futbolçuların bunun faydasını görür və sağlam qida ilə sağlam qidanın bizim nəticələrimizdə çox böyük rolu var. İnstitutun idarə heyətinin sədr müavini Ramazan Nəbiyev bildirib ki, İnstitutla Qarabağ Futbol Klubu arasında sadəcə rəsmi deyil, eyni zamanda peşəkar səviyyədə də əməkdaşlıq mövcuddur. Bugün bütün Azərbaycanın fəxri Qarabağ Futbol Klubunu, bizim çempionlarımızı Qida Təhlükəsizliyi İnstitutunda qəbul etməkdən böyük fəxr hissi duyuruq. Onu qeyd etməliyəm ki, İnstitutla Qarabağ Klubu arasında sadəcə rəsmi yox, eyni zamanda peşəkar səviyyədə də çox ciddi əlaqələr, münasibətlər mövcuddur. İnstitutun Elmi Araşdırmalar Mərkəzinin rəhbər vəzifəli şəxsi Qarabağ Futbol Klubunun həkim diyetoloqu, qidalanma mütəxəssisi kimi də fəaliyyət göstərir. Bu da o deməkdir ki, bizi, ölkəmizi beynəlxalq turnirlərdə ən yüksək səviyyədə təmsil edən futbolçularımızın qidalanması, qida rasionu məhz birbaşa İnstitutun elmi-texniki potensialı çərçivəsində həyata keçirilir. Mütəxəssisimiz vasitəsilə komandanın menyusu, qida rasionu, qidalanma rejimi idarə olunur və ən son elmi yeniliklərə əsasən və fərdi yanaşma prinsipi əsasında qidalanma proqramları tərtib olunur. Düşünürəm ki, İnstitutun sahib olduğu həm güclü mütəxəssis bazası, həm laboratoriya, elmi-texniki baza bizə bu işləri görməkdə kömək edir. İnstitutun eksperti Qarabağ Futbol Klubunun diyetoloqu İlqar Şamilov isə bildirib ki, İnstitutun elmi-texniki bazası və Qarabağ Futbol Klubunun praktiki təcrübəsini birləşdirərək idmançılar üçün təhlükəsiz qidalanma modeli qurulur. Belə ki, qida təhlükəsizliyi idman üçün sadəcə sanitariya məsələsi deyil, bu idmançının sağlamlığının, bərpasının və davamlı performansının əsas təməlidir. Sağlam və balanslı qidalanma, təbii ki, bilirsiniz, məşq qədər vacibdir və düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələrin azalmasına, daha sürətli bərpaya, sabit enerjiya və eyni zamanda yüksək performansına birbaşa təsir eləyir. Və biz Aktinin elmi araşdırmalar mərkəzi olaraq bu potensiallə Qarabağ Futbol Klubunun praktik təcrübəsini birləşdirərək bir idmançılar üçün həm təhlükəsiz, həm də performansa yönəlik sistemli qidalanma modeli qura bilirik və qurmuşuq da. Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub. Qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qarabağ Futbol Klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb.